Salam, hörmətli tamaşaçılar. Edins TV vətəndaş mövqeyi efirdədir. Bugünkü mövzumuz ədəbiyyat, mədəniyyət, incəsənətdir. Qonağımız xalq yazıçısı, Şöhrət Ordeni, əməkdar incəsənət xadimi Natiq Rəsulzadədir. Salam, xoş gördük. Salam, xoş gününüz olsun. Ədəbiyyat bugün insanı dəyişə bilirmi? İnsanı değişmək üçün insan gərək ən azı ədəbiyyatı oxusun, kitabları oxusun. İndi bilirsiniz, mən elə də yarı zarafat desəm qədimdən qalmışam. Mən 50 il bundan qabaq hətta biraz da çox yaradıcılığıma başlamışdım. Onda Sovet dövrü idi və oxucular çox idi. Həddindən artıq deyərdim, çox idi. Çünki bilirsiniz də, nə internet vardı o zaman, nə başqa bir əyləncə vardı. Amma kitab çox oxuyurdular. Jurnal, qəzet, kitab çox oxuyurdular. Və o zaman insanları dəyişmək bir qədər asandır. Yəni sən bilirdin ki, kitabların elə özümdən danışım 30-40 min sayla çıxırdı Bakıda mənim kitablarım və oxucularım çox idi. Ona görə dəyişmək asandır və mən çalışırdım və o zaman böyük məsuliyyət hiss eləyirdim. Böyük məsuliyyət və bilirdim ki, mən bir şeyi cəmiyyətdə qəbul olunmayan mənfi bir xarakteri, mənfi bir obrazı yazsam və onu belə şəkildə biruzə versəm ki, o yaxşı insandır, o çox adama pis təsir eləyər. Və elə, hətta elə olur ki, birinci növbədə yeni yetmələr, gənclər o müəllifin dalıcan gedir. Deyirlər, fikirləşir, bu adamı deməli, o həbsxanadan çıxıb, o belədir, oğrudur filandır. O yaxşı bir boyalarla bunu verib, ona görə o təhlükəli idi. Artıq hətta təhlükəli idi. Böyük məsuliyyətdir. İndi də o məsuliyyət qalıb. Amma oxucular əlbəttə hamımızı bilirik də 1-ə 100 azalıb. Onu 1-ə 100 mən belə dəqiq deyirəm, çünki öz jurnallarımızın tirajı ilə baxıram, sayı ilə baxıram. O jurnal ki 50 min çıxırdı, misal üçün bizim məşhur Azərbaycan jurnalımız indi düşüb 600 nüsxəyə, düz 100 dəfə azalıb. Başqa jurnallar, qəzetlər. Amma iş orasındadır ki, oxucunu maraqlandırmaq lazımdır. Lev Tolstoyun çox gözəl bir ifadəsi var. Mən həmişə onu deyir, ədəbiyyat əyləncədir. Amma siz yazıçılara üz tutub deyir də, siz oxucunu əyləndirə gərək neysə öyrədəsiz ona. Neysə beyninə batırasınız. O bilsin ki, düz yol budur. Öyrədəsiz və o sizin dalınız getsin. Siz bir yazıcı kimi böyük işlər görəsiniz. Və doğrudan da elədir. Əgər darıxdırıcı bir əsərdir, o oxucu ona nə qalıb ki, onu axıracan oxusun. 3-4 səhifə, 5 səhifə oxuyacaq, bağlayacaq, qoyacaq rəfə, yaddan çıxacaq. Əgər o hələ birinci səhifəsi, o da ədəbiyyatın qanunudur. Birinci abzasdan, nəinki səhifədən, birinci abzasdan maraqlandırırsan, çəkir oxucunu. O kitabı artıq axıracan oxuyacaq, finalacan oxuyacaq, sonra da onun yadında qalacaq. Ona görə məsuliyyət var əlbəttə. Sosial şəbəkələr, sosial platformalar, informasiya bolluğu ədəbiyyata təsir edirmi? Təəssüf olsun ki, edir. Bilirsiniz, indi mən baxıram, sosial şəbəkələrdə, mən tez-tez çıxıram, baxıram, maraqlanıram. Sosial şəbəkələrdə oxucular öyrəşib artıq az həcm, balaca həcmli materiallar oxusunlar. Status. Bir abzas, bəli, bir abzas, 2 abzas, böyük bir əsər çıxardanda, heç böyük də deməyək, 5-6 səhifəlik əsər çıxanda, o darıxdırıcı göstərir. Hələ baxırlar, mən özüm də oxucuyam və izləyirəm onları. Onlar baxırlar ki, bu neçə səhifə yazır, vay, yox, bunu ona görə bilirsiniz. Bu çox mənfi bir haldır. Çox mənfi. Çünki o 5-6 səhifədə, 15-20 səhifədə elə gözəl, elə yaxşı ideyalar irəli sürə bilər ki, sən oxucu, onu oxuyub həzz alacaqsan və nəsə öyrənəcəksən. O mütləq görür ki, sən bir abzas oxudun, o ilə də kifayətlin və səlam qutardı. Ona görə bu mənfi cəhət sosial şəbəkələrdə var.
O da ədəbiyyatı, maraqlı əsərləri kölgədə qoyur. Oxucular azalır. Azərbaycan şərqdir də. Bizim çox gözəl desəm dahiyana poeziyamız var. Hələ bu gün də. Hələ Nizamini demirik, Füzulini demirik. Hələ bu gün də çox gözəl. Çünki şərq poeziya məmləkətidir. Nəsr yox. Nasirlər də var, amma poeziya daha güclüdür. Daha dünya səviyyəsində yazılan poeziyadır. Onları oxumurlar. Bu oğlanın yazdığı, o nə bilim, bəlkə də cızmaqarlı demək olar. Onu oxuyurlar. Yəni gənclərin ona görə bilirsiniz, mən hesab edirəm ki, yazıcının borcu oxucunu düz istiqamətləndirməkdir. Sən böyük əsərləri oxumalısan. Azərbaycanda böyük yazıçılar var, böyük nasirlər var, dahi yazıçılar var. Bunları oxu. Yəni o xırda şeyləri oxuya bu zövqü də azalır. Amma böyük əsərləri öyrəşəndə ki, ona qiymət verə biləndə insan zövq alır. İnsan zövq almaqdan başqa bilik alır. Çünki yazıçılar böyük mütəfəkkirdirlər. Onlar elə belə yazmırlar. Onlar həmişə yazılarında öyrədirlər insanları, oxucuları. Müəllim, siz bayaq vurğuladınız ki, əvvəllər, yəni sizin gəncliyiniz vaxtları, mənim uşaqlığım devirdə bir televiziya var idi, Azərbaycan televiziyası və güclü bir kütlə var idi. O kütlə də bədii ədəbiyyata meyllənmişdi və mən xatirimdədir ki, mən 7-ci, 8-ci sinifdə oxuyanda bizdə böyük kitab şkafı var idi, doluydu, ata müəllimi idi və mən hər gün bir kitab oxuyurdum və otururdum yay tətilində bir kitabı səhərdən axşama kimi oxuyub bitirirdim. Amma bu günləri o devir deyil. Bugün sosial platformalar, sosial şəbəkələr, çoxlu internet kanalları, televiziyalar, bütün sayı çoxalıbdır bunların. Bu gənc oxucular, bugünkü gənclik necə eləsin? Hansı maraq yaranmalıdır? Ümumiyyətlə yazıçının, şairin cəmiyyət qarşısında hər hansı bir məsuliyyəti varmı? Təbii ki var. Təbii ki var, amma o çox çətin bir işdir. Çox böyük məsuliyyətdir və çətin işdir. Çünki burada bilirsiniz, ələxüsus cavanlardan danışaq da, gənc nəsildən danışaq, onlardan başlamaq lazımdır. Hətta uşaqlardan başlamaq lazımdır. Və onları ədəbiyyatla tərbiyələndirmək lazımdır. Buna məktəb də qoşulmalıdır, valideynlər də qoşulmalıdır. Uşaq gözünü açıb görsə ki, bizdə kompüterdən başqa heç nə yoxdur, kitab rəfləri yoxdur. Amma filankəsdə mən qonaq getmişdim, orada kitab rəfləri var. Və mən bilirsiniz, yadıma bir yaxşı hadisə düşdü. Bir neçə il əvvəl Moskvada idim. Orada dostlarım çoxdur. Birinə qonaq çağırdı, mən getdim. Və gördüm onlarda Azərbaycanlıdır. Gördüm onlarda bir çox kitab rəfləri var. Və deyir, evdə 1300-ə yaxın kitablardır. Ancaq evdə. Deyirəm, ümumiyyətlə neçədir? Deyir, yox, məndə çoxdur. 5000-dən çoxdur. Başqa yerdə saxlayıram. Bura yerləşmir. 2 uşağı var. Deməli, biri 9 yaşında, biri biraz kiçikdir, məktəbi təzə gedir. Deyirəm, bunları oxuyur. Yox, əşi, bunlar maraq. Deyirəm ki, səndən asılıdır da, sən atasan. Özdə bağada kitabların var. Özdə sən əsli oxucusan. Sən niyə öz məhəbbəti, kitaba məhəbbət, ədəbiyyata məhəbbət, bunları yönəldirmirsən o istiqamətə? Düz deyirsən. Amma bilirsiniz, gözlərini açırlar telefonla. Deyirəm, məndə də elədir, nəvələrim də elədir. Amma mən onlara təzyiq göstərə-göstərə, nəinki onların valideynlərinə, qızıma, körəkəmə, onlar yavaş-yavaş öyrəşiblər. Bir dəfə gəlmişəm, kiçik nəvəm, oğlan nəvəsi də, indi 11 yaşındadır. 1-2 il bundan qabaq deyir, mən sənin kitabı necə maraqlı yazmışsan. Demək ki, mənim kitabımla bitmir bu. Bizdə elə klassiklər var. Elə yazıçılar var. Sən mütləq onlardan xəbərin olmalıdır. Və yavaş-yavaş öyrətmək olar. Çünki bilirsiniz, bütün dünya internet epoxasından keçib. Düzdür? Türkiyədə
Görün nə qədər yazır. Düzdür, Türkiyə bizə nisbətən böyük ölkədir. Amerikada, görün nə qədər, Türkiyədə, Avropa, yəni orada biraz məşhur yazıcı oldu. Onu böyük sayılarla kitablarını buraxırlar və oxuyurlar. Və insanlar çalışır ki, o öz evladlarını, nəvələrini öyrəşdirsin kitablara. Çünki kitab, yəni mən bir ənənəvi bir sözlə işlədim. Kitab doğrudan da böyük elmdir. Kitab çox şey bizim üçün açılar. Kitabı oxuyanda ələxsus romanları, ədəbiyyat, oradakı çox obrazlar var, çox surətlər var. O istər-istəməz oxucu o hər bir qəhrəmanın, hər bir personajın həyatını yaşayır. Və o çox maraqlıdır onlar üçün. Əsli yazıcı o birinci növbədə öz əsərinin tənqidçisidir. Öz əsərinin redaktorudur, hətta korrektorudur. Yəni bunun əlindən çıxandan sonra bu əsər artıq onu oxucuya təhvil vermək olar. Tənqid və tənqidçi də birinci növbədə öz tənqidçisidir. Çünki bilirsiniz necədir? Yəni ədəbiyyatın qanunudur. Bir əsəri yazdığın, olsun şeir, olsun roman, hekayə. Mən misal üçün və peşəkarlar hamı belə eləyir. Onu qoyurlar. Bir həftə, 3 həftə, 2 ay yaxınlaşmırlar. Sonra yeni gözlə baxırlar ona və görürlər onun nə qədər nöqsanları var, nöqsanları yoxdur. Burada nə redaktör eləmək olar, burada nə əlavə eləmək olar. Gənc nəslə baxırsan, danışmaq nitqi də zəifdir. Amma mən uşaq vaxtı yadımdadır ki, 5-6-da oxuyanda mənim rəhmətli atam müəllim idi də. Hər gün mənə kitab oxutdururdu. Və mən kitab oxuyurdum, atam yatırdı. Güya ki, yatır bu. Mən sonralar, illər zamanla başa düşmüşəm ki, o mən belə başa düşmüşəm. Biz anamda rəhmətə getmişdi. Soruşa bilmədim ki, bu məni nitqimə görə oxutdurdu, yoxsa doğrudan qulaq asırdı o kitablara. Bu çox maraqlı sualdır. Sosial şəbəkələrdədir. Mən hələ orada izləyirəm. TikTok'dur, Facebook'dur, başqaları. Hətta məşhur saytlarda Azərbaycan dili, tek Azərbaycan dili yox. Ben baxıram Azərbaycan dilində də, Rus dilində də, hətta biraz bilirəm İngilis dilində də nə qədər eybəcər hallar var. Nə qədər o baxırsan, elə bilirsən, bu Azərbaycan sözü deyir axı. Bunu necə siz getirmişsiniz Azərbaycan cümləsinə və istəyirsiniz ki, oxucu bunu başa düşsün. Bu səlis, açıq-aşkar, şəffaf dildə danışın, yazın və sizə oxuyaq da. O çox təhlükəlidir. İndi cənab prezident ondan deyib, danışıb, sərəncam verib və o çox lazımlı bir işdir. Çünki dili öz başına qoymaq olmaz. Eyni zamanda dil canlı orqanizmdir. Və fikir verin, Azərbaycan dilinə hansı sözü qəbul eləmir, dil onu rədd edir. Özü rədd edir ki, girmir içinə. Təbii girmir. Hansı sözü qəbul edir, o təbii, misal üçün, çox elə sözlər var da, amma məni incidən başqadır. Burada birinci ağlıma gələn deyim, misal üçün deyirlər, cavanlar qonşur da bir-birinə ünsiyyətdir. Mən sənə SMS göndərdim. Şimdi mən sənə məlumat göndərdim. Düzdür, məlumat da var, xəbər sözü də var. Mən sənə xəbər göndərdim. Mən sənə məlumat göndərdim. O SMS nə belə dəyərli sözdür ki, sən ondan imtina edə bilmirsən. Və elə sözlər internet açılan bir 30 il bundan qabaq, Bakıda məşhur olmağa başlayan internet. Onlar minlərlə elə söz gəlib, İngilis dilindən. Eyni zamanda mən fikirləşirəm, Türk dilində nə qədər Holland sözləri var, İngilis, Fransız sözləri var. Amma necə təsir eləməyib Türk dilinə. Necə var qalıb. Ona görə onu da bilmək lazımdır ki, dil özü canlı orqanizmdir. Nəyə lazımdır qəbul eləyir, nəyə qəbul eləmir, onu uzaqlaşdırır. Çox sağ olun Natiq müəllim. Təşəkkür edirəm gəldiyinizə görə. Minnətdarım. Çox sağ olun. Təşəkkür.
Hörmətli tamaşaçılar, Eynüz TV-nin vətəndaş mövqeyinin qonağı xalq yazıçısı, şöhrət ordenli Natiq Rəsulzadə idi.